Rap gelmiyor kam. Allah qoğla 26 yaşı, 26 yaşı və profilin qozu çaxlara oxşuyor. Yığma bırak. Atıram sən bloka. Hörmətsizlik. Hər şey belə qız səndən ayrılıb. Ay çəkmir məndən. Məndən içində bir zəng vurub indi girəm bunun səhifəsinə. Bloka atıram mən bunu. Atmaq olmur bunu nələsin bloka. Alo. Alo. Lama ne tersen? Yaxşıyam, çox sağ ol. Evli sevgilisi olan kıza mesaj göndermek istiyorum. Buyur xanım. İlişirler cemaatın evli kişilerine, sonra diller sevirik, ölürük. Pulundan yemek için ilişirler, sonra diller ki ay Hadi elimdə pulları var, sən də çiri görək. Ciddi xəstə. Alo. Alo, salam. Salam, bəli. Mən bir məsləhət almaq istəyirdim. Elə bil ki, mən bir münasibətim var. Prosta bir problem oldu ki, oğlan çox səbirlidir. Məsələn, mən böyük reaksiya verəndə çox sakit qalır da. Mən neyə bilərəm, yəni məsələ baş salım. O daha çox belə düşünsündə bir şeyin üstünə mən yox. Onu sən elədin, sən onu elə. O çox vecsiz, sakitdir, yəni heç əsəbləşmir. Onda sən onu elədiyini sən elə. Mən onun kimi eləyim də, görüm necə olacaq. Sizi dəyişə bilər. Yox o da. Yaxşı, tamam. Da. Bir canı var o. Düzümlə. Qaqa, nə istəyən, brat? Nə istəyən? Ayrılmamsın lap yaxşı, hə? Yox, xətribə dəymədi, narahat olmayayım. Engelli. Deyir o mənada demədim xanım. Ama yeniden engelleyeceğim. Bir kadın olarak bu hakareti kabul etmiyorum. Alo. Alo. Bəli, buyurun. Çok güzel. Sağ olun. Nömrə 077 318 3099. Kişi adamla zəngiləmərsən. Pendir qutarmır. Pul vermişəm deyə məcbur yerimi quruyub. Xanım tanışdık da sizden qurban olmuşam, bir başqaları yıxsın da. 2 dəfə kart 50 at. Psixolog qəbulu 50 manatdır. Bezdimat bunların əlinə. Bu da yerim tuz diyerme. Xamuş ürəyi bloka getmək istəyir. Sırtıq adamları sevmirəm də. Sırtıq adamları sevmirəm. Tahammülüm yox. 2 dakika tahammülüm. Mən bir dənə zəng, ikinci dəfə gələndə adımı verəmsə düşə. Şu dəfə yıxanda blokda sal. 077 318 3099. Türkçe deyirəm ki, ban gəlməsin. Olsa səhifəm pis gündədir. Tıklayın heç olmasa 2 milyon olaq. 077 318 3099. Zəngilin mırtaşaqda darıxıram. Ay baba, sen nedir bro kartın biraz? Salamatçılıdır qaqa səndə. Bro. Alo. Alo. Bəli, buyurun. Salam. Salam. Mən istədiyim oğlan mən hər dəqiqə blokadır. Nə edirəm? Kim bağladı yorumları? Yorumları kim bağladı? Ay, yorumlar atsın. Kim bağladı yorumu? Allah Allah.
Kim elədi onu? Kim elədi ki? Mən kimi çaşıb moderatı qoymuşam. Kim elədi o məni tanımadıqlarımla? Bildim ya o mənə də demir. Kim elədi desin bilim də. Hə, danış. Hə, deməli mənim istədiyim oğlan bir tər dalaşanda mən bloka atır. Mən niyə bilərəm buna görə? Matişkət də. Vızqır deyə getsən. Qız dilə və arvad. Hə, nerede oradan? Hə. Hər dəfə bir söz olur, deyirəm hardasın, götürür atır bloka. Çatmır da. Mən qıza bir şey ol vermək istəyirəm. Bunu hardan tapırsınız? Bu Temu'dan sipariş verirsiniz bunları. Zarafatsız. Aynen. Yo, Instagramda tanış olmuşdu. Onda bunlar qrupdur da, eyni adamlardır. Sərdə əlindən qızı, hamısının sevgisi geçməsin, xəstə mazaqist. Nə deyir ki, mən saat sot verməyəcəm, ürəyimin istədiyini eləyərəm, bildin. Götür atır bloka, axşamda götürür yazır ki, nə eynirsən? Sən nə deyirsən? Heç mən də deyirəm ki, danışmaq istəmirəm, sağ ol. O da deyir, nə olar belə eləmə də. Sən yazıb bezdirməyəsən deyə mən bloka Ay atır. Allah'ım, düzü sən fikirləşir. Sonra sən nə deyirsən? Mən də cavab yazmıyorum. Sən neçə yaşın var? 25, Oğlan neçə yaş var? 33. Onun tayları nə və nəticə sahibidir. Bəlkə də uşaq ev sahibidir, evlad sahibidir, deyil mənim kimi. Nə fikirləşir, almır səni? Mən neyiniyim indi bəs? Gözümə girənini bəbəyə verdə çıxan, vızqır deyən normal oğlan tap da. Yaxşı, çox sağ ol. Kız boşluqla. Gecə qız. Xəstət veriblər. Alo. Salam xala. Nə? Kaç yaşın var evladım? 28. 28 yaşda xal olur az. Mən neçə yaş? 32 yaşım var. Küçük köpək oğlum. 4 il səndən qabaq gəlmişəm. Sən sağ gəlmiyordun.